Ötən gecə Goranboyda baş verən ağır qəza zamanı həyatını itirən 2 nəfərin kimliyi məlum olub. Hadisədə 2004-cü il təvəllüdlü Akşin İbrahimov və 2003-cü il təvəllüdlü Xəyya Mələkbərov vəfat edib. Qeyd eləyək ki, ötən gecə Goranboyda Qızılayçılı yolunda Vaz 2107 Mercedes və daha bir minik maşını toqquşub. Xalq artisti Faiq Ağayev kədərli itki ilə üzləşib. Müğənninin 15 il ərzində evində çalışan köməkçisi vəfat edib. Ağayev bu barədə sosial şəbəkə hesabında yazıb. O, mərhumun uzun müddət ağır xəstəliklə mübarizə apardığını bildirib. 15 il evimdə canla başla çalışmış, bütün məişət məsələlərimi vicdanla, doğmalıqla həll edən köməkçim bugün torpağa tapşırıldı. Uzun sürən ağır həyat mücadeləsindən sonra apardı onu bu zəhrimar xəstəliyi. Rahat uyu, o dünyadakı yerin yurdun gözəl olsun Elçin. Allah rəhmət eləsin.